Bayram günlərində istər avtobusla, istərsə də qatarla bölgələrə səfər edən sərnişinlərin sayında artım müşahidə edilir. Qatarla səfər edənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbovun xanımı da var. Onlar qatarla paytaxtdan Qəbələyə yollanıb. Xalq artisti Nasbəri Dostəliyeva Novruz bayramını ailəsi ilə birlikdə qeyd edir. Sənətçi oğlu Əkbər, gəlini Ülkər və nəvələri ilə tonqal ətrafında çəkilən görüntüləri sosial şəbəkədə paylaşaraq bunları yazıb. Gözümün nuru övladlarım, gözəl analar, kədər sizdən uzaq, sevinc ömrünüzü bəzəsin. Sizə bahar təravətli övlad sevgisi və xoşbəxt həyat arzulayıram. Baharımı sizinlə paylaşıb bayramınız mübarək olsun deyirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təşkiçisi və rəhbəri Leyla Əliyeva Qubadan maraqlı paylaşım edib.